Əziz tamaşaçılar, deməli bu Kürdəmir şorudur da bu. Bəli. Öz kəndinizin. Bəli, bəli. Bəli, bu Kürdəmir rayon Cəhəlli kəndinin şorudur da, necə deyirlər. Buranın ağartı məhsullarından biridir. Bunu yuxanın arasına belə qəşəng yaxırsan. İsti yuxanın arasına, sacın qırağında. Belə büküb nuş eləyirsən. Kimin ağrıyır canı, bol çay içsin mercanı, armudu stəkanda çay, ürəyimiz yananda çay, dağısan ağlısan çay, 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 ətirlisən dağlısan çay, çay, çay. Hər kəsə gəlsə qonaq, lazım deyil soruşma, versin yeməkdən qabaq çay, çay, çay. Bizim Cəhəlli kənd demək olar ki, tam sırf hamısı kənd təsərrüfatı ilə məşğul olur. Məşğulluğu da heyvandarlıq, həm də ki, çox qonaqpərvər kəndik. Hər bir yerdən gələn qonağa qapımız hər zaman açıqdır. Bir daha xoş gəlmişsiniz. Sizdə, məsəl üçün biz gedirik kəndlər gəzirik. Kəndlərdə ağsaqqallar, ağbirçələr demək olar ki, azalıb. Gez-gez görürük biz. Ən böyük sakin neçə yaşı var burada yaşlar? Ən böyük sakinin 70-75 yaşı var bizim kəndin sakinlərindən. Sən dedin, o qədər də çox qalmayıb ağsaqqallardan, ağbirçələrdən. Amma ki, yeri düşəndə var da kəndimizdə hələ də yaşayan o ağbirçələrdən, ağsaqqallardan var. Onlara da hər zaman bizlər öz belə ehtiramımızı, hörmətimizi göstərdiririk. Nə lazım olanda onlara, məsəl üçün, yolda elinizə görəndə öz köməkliyimizi göstərdiririk. Lazım qaydada.